Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə demək 2025-ci il test toplusundan olan tənliklər mövzusundan 27-ci sualın izahına baxacağıq. Demək, məsələdə bizə deyir ki, bu tənliyinin köklərindən yalnız biri bu və bu tənliyinin kökü olarsa, n+n cəmini tapın deyir. Demək, biz əvvəlcə bu tənliyi həll edək görək, bunun kökləri necə olur? Mən düşünürəm ki, buradan x-i çıxarsaq, qalacaq x kvadrat minus 7x plus 12 bərabərdir 0. Buradan yenə x vurulsun. Bunda vuruqları ayırsaq, kökləri olur bunun x minus 3, demək x minus 4 şəklində vuruqlara ayrılır. Köklər burada x bərabərdir 0, x minus 3 bərabərdir 0, buradan x bərabərdir 3 alınır. X minus 4 bərabərdir 0, buradan da x bərabərdir 4 alınır. Və aldığımız cavablara, köklərə baxsaq, deyir ki, bu köklərdən yalnız biri. Baxın uşaqlar, burada 3 götürsək, 3 baxın bu tənliyin məxrəcinə 0-a çevirir. Deməli, 3 ola bilmir. 4-ə baxsaq, 4 digər tənlikdə bərabərliyin bir tərəfində məxrəci 0-a çevirir. Demək, 4-ü götürə bilmirik. Demək, bunu ödəyən yalnız və yalnız nədir? 0 olur. Yəni, hər ikisini ödəyən, belə deyək, hər ikisinin kökü 0 ola bilər. Bu 0-ı bizə verilən, bax, bu digər iki tənliyin hər birində nəzərə alsaq, birinci tənlikdə onda olacaq burada -10 bölünsün -4 bərabərdir m plus bölünsün 2 olur. Buradan alırıq ki, m bərabərdir, demək, müsbət 5 olur. Digər tənlikdə x bərabərdir 0-ı nəzərə alsaq, -12 bölünsün -3 bərabərdir m bölünsün 2 olacaq. Buradan da alırıq ki, m bərabər deməli 4-ə bölürük, 2-yə vuranda olacaq 8. Tamam, bizdən nəyi soruşur yekunda? Yekunda bizdən soruşur m plus n cəmini, bu da eləyəcək burada 13. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.